Biraz ılık su. 4 gram maya. 1 çay kaşığı pesoda. Şeker tozu. Karıştıralım. Koyalım mayalansın. İçliğimizi hazırlayırıq. İçliğimiz için un. Un burada 195 gramdır. Şeker tozu peso 270 gram. Bir paçka vanil ve 100 gram tereyağımızı əlavə edirik. İçliğimizi halva şəklinə düşənə qədər qovuruq. Budur, içliğimiz hazırdır. Xəmirimizi hazırlamağa başlayırıq. 550 gram un, yeşil sort, 1 çimdik duz, 200 ml isidilmiş süt əlavə edirik. Dört gram mayamızı aktifle 400 gram mayamızı aparamızı da əlavə edirik. Ve bura 2 yumurtanın ağı gedir. Sarılarını üzerine çekmek için saklayacak. Bir paçka vanil. Ve burada 30 gram hama. %100 gram yağ, sivilce yağ, tereyağı ve 100 gram besun şeker tozu əlavə edirik. Xəmirimizi yoğurmağa başlayırıq. Xəmirimiz hazırdır. Baxın, belə bir xəmir əmələ gəldi. Çox gözəldir. Və xəmirimizi göndəririk mayalanmağa. Xəmirimiz hazır oldu. Xəmirimizi 4 bərabər hissəyə bölürük. Hər kündəmiz 300 gram olmalıdır. Kündələrimiz də gəldi. Böyle bir kasanın içerisine koyuyoruz ki içliği yerleştirəndə kenarları batırmasın. Bükmək bizim için çətin olmasın. Çiliği de yerleştirdik biraz. Kətələrimiz özünə gəlsin. Sonra duxovkaya yerləşdirərik pişmək üçün. Biraz da gözlədik. Biraz da kətələrimiz özünə gəlsin. Sonra duxovkaya qoyarıq. Kətələrimizi yumurtalayaq. Burada yumurta sarısıdır. Başqa heç nə əlavə etməmişəm. Nə süd, nə su. Yalnız yumurtanın sarısıdır. Kətəmizə gedən ərzaqları videomuzun altından yazacağım. Kətələrimiz hazır oldu. Çox gözəl. Çox. Ətri o qədər ətri ki. Çox gözəldir.